Xəbər verdiyimiz kimi, 1994-cü ilin fevralın 10-da Kəlbəcərin Qızılqaya yüksəkliyində son damla qanınadək döyüşərək itkin düşən 23 şəhiddən daha bir döyüşçünün şəxsiyyəti dəqiqləşdirilib. Həmin şəxs Yevlax rayon Qaraməmmədli kənd sakini Muxtar Knyazoğlu Şahgəldiyevdir. O, 1972-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olmuşdu. Lakin məlum hadisələrlə əlaqədar sonradan ailəsi ilə birgə Yevlax rayonunun Qaraməmmədli kəndində məskunlaşıb. Muxtar Şahgəldiyev keçmiş SSR ordusunda xidmətini başa vurduqdan sonra Azərbaycan Milli Ordusunun tərkibində erməni işğalçılarına qarşı döyüşlərə qoşulub. Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edib. Ardınca isə Kəlbəcərin müdafiəsinə 701 saylı hərbi hissəyə göndərilib. 1994-cü ilin fevralın 10-da Kəlbəcərin Qızılqaya yüksəkliyində baş verən axırıncı döyüşdən sonra Muxtar haqqında heç bir məlumat yoxdur. Bir neçə gün əvvəl keçmiş 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun 2-ci bölüyünün komandiri və şəhid qardaşı olan Rizvan Qasımov, taborun keçmiş döyüşçüləri, itkin və şəhid ailələrinin bir neçə üzvü, həmçinin Şəhidlər Ölməz YouTube kanalının rəhbəri Gülbəniz Abdullayeva itkin şəhid Muxtar Şahgəldiyevin ailəsini ziyarət ediblər. Muxtarın qardaşı Bəhman Şahgəldiyev həmin dövrdə baş verənləri belə xatırlayıb. Xoş gəlmisiniz. Burada yığılanlar, əziyyət çəkiblər, hamısı şəhid ailələri, şəhid anası, şəhid qardaşları, şəhid valideynləridir. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Yerləri cənnət olsun. Mən Muxtarın qardaşıyam. Bu da anasıdır. Muxtar 94-cü ilin fevralın 11-də itkin düşübdür. Mən o yolunda çox əziyyət çəkmişəm. Qardaşım da borcum idi, əziyyət çəkəm. Mən fevralın ayı 15-ci günü mən getdim, orada görüşdüm onların komandiri ilə. Onların komandiri dedi ki, bizə axırıncı dəfə rasiya ilə xəbər verdilər ki, köməyə gəlin. Biz onlara kömək eləyənmədik. Kömək eləyənmədik, onlardan da səs kəsildi, yoxa çıxdı. Üstündən bir müddət keçəndən sonra mən Bakıda Məhəmməd Əli deyilən İranlı baba ləqəbi ilə mən getdim ondan Papalində görüşdüm. O mənə dedi ki, onların hamısını öldürdülər. Biri də Ələddin adında oğlan da var idi. Ermənilərə girov düşməsindən uşaqlarla Muxtar gələn bir yerdə qranatla özünü partlatdı. Məhəmməd Əli ilə belə görüşüb getdim. Səhər üçün gedəndən sonra Məhəmməd Əli sözünü dəyişdi. Başqa söz dedi. Mən onu götürüb gəlirdim. O da sonra həkimlər zatlar yığıldı, polislər qoymadılar bizi onu gətirməyə. Yəni yenə də deyirəm, Allah bütün şəhidlərə rəhmət eləsin. Mənim qardaşımın da Allah sizin də canınızı sağ eləsin, Rizvan. Bircə sümük də olsa gəlsin, mən bu anamın gözü yollardan yığılsın. Mən heç vaxt heç bir valideyni arzu eləmirəm ki, onun evladı itkin düşsün, onun evladı tapılmasın. O ağır dərddir. Yəqin ki, şəhid olan valideynlər bunu çox yaxşı bilirlər. Çox. Allah heç kimə göstərməsin. İtkin şəhid Muxtarın sorağı ilə 30 ildən çoxdur ki, gözü yolda qalan Bahar ana kədər və fəxr hissi ilə Muxtarın döyüş yoldaşlarının onun barəsindəki fədakarlığını diqqətə çatdıraraq çəkdiyi həsrəti dilə gətirib. O vaxt Aypara cəmiyyətindən gəldilər bizdən, nə bilim, nəsə götürdülər uşaqların hamısı ilə. O gedəndən sonra oradan mən həmişə gözüm axtarır. Deyirəm, ey Allah, baxın, mənim də adım ora düşübdür da. Mənim adım oradan bir sümüyün üstündən çıxsın ki, mən bilim ki, doğrudan da mənim qəhrəman oğlum tapıldı. Mənim oğlum həmişə də qəhrəman olub. Burada da, kənddə də, işdə də, əsgərlikdə də yoldaşları gəlib yanından. Mamit adlı bir oğlan gəlmişdi. O oğlan söhbət edirdi, ha. O deyirdi ki, mənim ayaqlarımı deyir, məni aldı çiyninə, gətdi, atdı kamaza. Deyirdi, mən bu ölülərin içinə niyə atırsan? Deyir, mənə dedi ki, qorxma. Get Gəncədə səsini çıxart, ölülərin içindən səni çıxardacaqlar. Muxtar məni qutardı. Keçmiş 5-ci Bərdə taborunun 2-ci bölüyünün komandiri olan 2-ci qrup müharibə əlili Rizvan Qasımov Kəlbəcərin Qızılqaya yüksəkliyində aparılan axtarış işləri barədə məlumat verib. O həmçinin bildirib ki, itkin şəhidlərin yeri haqqında məlumatı olan, lakin bu barədə danışmayan keçmiş komandirlər vaxt gələcək öz vicdanları qarşısında cavab verməli olacaqlar. Biz də bax, biz döyüşçülər də itkin şəhid qardaşlarımızın həm axtarılıb tapılması üçün, həm də itkin qəhrəman qardaşlarımızın, qəhrəmanlıq göstərən orada qardaşlarımız olur, onu biz bilirik, araşdırırıq.
o qəhrəman qardaşlarımızın da qiyməti verilməsi üçün var gücümüzlə çalışacağıq. Çox sağ olun. Bu qardaşlarımızın qəhrəmanlığını, bu qardaşlarımızın cəsarətini biz gələcək nəslə və gələcək xalqımıza göstərəcəyik. Çox sağ olun. Var olun. Bir dənə inan ki, mən bunu yəni sizə xoş gəlsin üçün demirəm. Sağ olun. Mən bir dənə onu deyirəm ki, sizin evladınız qəhrəmandır. Mən də bax bir şəhid qardaşı kimi, sizin evladınızın bölük komandiri kimi söz verirəm ki, həm sosial şəbəkədə, hər bir kanallarda sizin evladınızın, evladlarınızın qəhrəmanlığı haqda mən danışacağım və onları sübut edəcəm. Bəzi dırnaq arası deyək, komandirlər var ki, bugün, yəni o vaxtki komandirlər deyirəm, var ki, həmən oğulların qəhrəmanlığını danışmağa utanırlar və xəcələ çəkirlər. Ona görə ki, həmin oğullara onlar dəstək olmuyurlar, həmən oğullara kömək olmuyurlar. Buradan mən bilirəm, Şəhidlər Ölmədi YouTube kanalı rəhbəri çəkir. Allah kömək olsun, elə istəyərəm bunu da axıra kimi çəksin. Bax, həmən o komandirlər var ha orada, o döyüşçülərə dəstək olmayanlar. Bugün onlar utanmadan yaxalarına medal vururlar. Utanmadan təlbirlərə çıxırlar, tribunallara çıxırlar, qəhrəmanlıqdan danışırlar. O vaxtı bu şəhidlərimizin ruhu, itkin şəhid qardaşlarımızın ruhu və oradakı qəhrəmanlıq göstərən döyüşçülərin haqqı o vaxt onlara halallıq verər ki, onlar bu qəhrəmanların qəhrəmanlığını olduğu kimi danışır. Biz vətən uğrunda, torpaq uğrunda canımızı vermişik. Bugün də kim istəyirsə, bax bu sözümün, yəni sahibiyəm ana, sizin kimi mənim anam var. Sözümün sahibiyəm, hansı dərmi stol arxasına deyirlər, hansı canlı verilişə deyirlər, gələk oturaq mən söhbət eləyim, onlar haqsızdır, bizim qəhrəman oğullarımızın qəhrəmanlığını gizlədirlər. Ona görə gizlədirlər ki, utanırlar. Onlar sağ-salamat çıxdılar və həmən o qəhrəmanlara dəstək olmadılar. Bugün də onu utanıb demirlər. Amma mən istəyərəm ki, onlar o ölüm yatağındakı o vicdan əzabı ki, onları boğacaq, dinlə. Onda onlara çatacaq ki, biz haqqı deməliydik. Haqqı bugün demək lazımdır. Elə bir vaxt gələcək ki, o yataq ölümündə dinlə, gec olacaq. O vicdan əzabı onları boğacaq. Bugün də o vicdan əzabı onları çürüdür. Ona görə ki, haqqı deyə bilmirlər. Amma utanmaz, yaxalarına medal vururlar, özlərini müəyyən insanlara reklam edirlər. Amma fikirləşmirlər ki, reklam yox. O qəhrəman oğulların hələ də cəsədləri o dağlarda, o meşələrdədir. Bir daha nəzərinizə çatdıraq ki, 1994-cü ilin fevralın ortalarında Muxtar Şahgəldiyevlə eyni zamanda 30-dan çox döyüşçümüz Kəlbəcərin Qızılqaya yüksəkliyində, Bağırlı və Buzluq dağlarındakı yüksəkliklərdə itkin düşüb. Bu ilin iyul və sentyabr ayları ərzində dövlətimiz tərəfindən Qızılqayada aparılan axtarış işləri zamanı çox sayda itkin döyüşçülərə məxsus nümunələr aşkarlanıb. İnanırıq ki, tezliklə ərazidə itkin düşən bütün döyüşçülərin, o cümlədən Muxtar Şahgəldiyevin də nişanəsi aşkar ediləcək. Gülbəniz Abdullayeva, Elgiz Mahmudov, Yevlax.